Dynamic Yol Center. Sizləri Dynamic Yol Center'ın MMC-nin təşkilatçılığı ilə keçirilən Zamanın Tələbi İngilis dili adlı ödənişli seminarda görməkdən böyük məmnunluq duyuram. Bugünkü seminarın əsas məqsədi ingilis dilinin bugünümüzdə nə qədər önəmli olduğunu göstərmək, sizə bu dildə inkişaf yolları barədə motivasiya və yönləndirmə verməkdir. Çünki ingilis dili bugünkü bir bacarıqdan daha artıqdır. Bu qlobal dünyaya açılan bir pəncərədir. Seminarın aparıcısı dəyərli zəhmət olmasa mikrofonları bağlayaq, mümkündürsə. Seminarımızın aparıcısı dəyərli Zəhra Mikailova, İngilis dili üzrə peşəkar və enerji bir müəllimdir. Onun təqdim edəcəyi məlumatlar sizə həm akademik, həm də şəxsi inkişaf baxımından böyük töhfə verəcək. Təlimimiz Zoom üzərindən keçirilir və sonunda rəsmi sertifikat təqdim olunacaq. Sertifikat almaq üçün seminarda iştirak, eyni zamanda aktiv iştirak, diqqətlə dinləmək vacibdir. İndi isə sözü çox uzatmadan sizi əsas hissəyə keçməyə dəvət edirəm. Zəhra Mikailova, buyurun, söz sizindir. Axşamınız xeyir hər birinizin. Ümid edirəm hər biriniz çox yaxşısınız. Biz artıq uzun müddətdir bu webinarı gözləyirdik. Ümumiyyətlə, məndə aylardır webinar yoxdur. Ona görə indi çox həyəcanlıyam yenidən bir qrup insan qarşısında faydalı məlumatlar vermək üçün. Bu webinarım biraz digərlərindən fərqlənəcək. Məni tanıyan, mənim webinarlarıma qoşulanlar bilir ki, mən həmişə bir slayd formasında həm o slaydda faydalı bir şeylər yazılır və mən o məlumatları daha detallı izah edirəm. Amma bu dəfə sadəcə sizlə sual-cavablı, söhbətli bir webinar keçirmək istəyirəm ki, sizlə bol əlaqədə olum. Daha çox sizdən, belə deyək, sizin verdiyiniz suallar əsasında mən cavablar verim ki, biz daha yaxın olaq, daha bir-birimizi yaxşı başa düşək. Təbii ki, bunlara keçid eləmədən öncə ilk öncə özümü təqdim eləməliyəm. Mən Zəhra Mikailova, hansı ki 25 yaşım var və 6 ildən çoxdur ki, ingilis dili müəllimi olaraq fəaliyyət göstərirəm. Ümumilikdə isə təhsilim Bakı Slavyan Universitetinin ingilis dili müəllimliyi üzrədir və zaten bizim belə deyək də məzun dövrümüz və sairə karantin dövrünə düşdüyü üçün heç vaxtımı boşa sərf eləmədən artıq müəllimliyə başlamışdım o dönəmlərdə. Və mənim daha çox dərslərim danışıq yönümlü və universitet tələbələri, yəni 18 yaş üstü insanlarla işləməkdir. Bundan çox zövq alıram. Və bugün ümumiyyətlə belə deyək, nədir burada məqsədimiz? Dili bir fən kimi yox, daha çox həyat tərzi, maraqlı bir aktivite kimi sizə ötürmək istəyirəm ki, bu dili bu formada necə öyrənmək olar. Amma təbii ki, burada real həyatda nümunələr və s. çəkəcəm. Amma ilk öncə sizin cavablarınız mənim üçün önəmlidir ki, bilirəm burada ən azından bir qisminiz belə olsa, çətinlik çəkir dili öyrənməkdə, mənimsəməkdə. Ona görə buradasınız ki, daha yaxşı, daha fərqli bir məlumat bəlkə ala bilərsiniz. Ona görə də mən bunun üçün çalışacağam ki, bugün sizə maksimum kömək edeyim. Sadəcə bu hal-hazırda istədiyim sualıma cavab verməyinizi istəyirəm. Hansı ki, ilk sualım olacaq ki, niyə sizcə bu ingilis dili sizin üçün çətindir? Okey, ingilis dili olmayıb başqa da ola bilər, başqa dillər də sizə çətin gələ bilər. Amma mənim yönüm ingilis dili deyə mən buradan daha... Adıma Ayşə izadə edə bilərəm. Sizin kullanıcısı yoxsa? Səsləri bağlayaq və rəy bölməsində bir yerdə danışaq. Çox xahiş edirəm ki, burada səsləri açsaq, hamısı qarşılayacaq və vaxtımız israf olacaq. Ona görə sualıma cavabınızı chatda yazmanızı istəyirəm. Hamısını oxuyacağam və bir-bir cavablamaya çalışacağım. Daha sonra bir sualım da olacaq, sonra keçəcəm cavablamağa. Dediyim kimi, ilk sualımı bir daha təkrarlayıram ki, niyə ingilis dili sizin üçün çətindir? Niyə öyrənə bilmirsiniz? Aha, doğru fikirdir. Conversation məsələsi, mühit məsələsi. Motivasiya ən önəmlisi əlbəttə ki. Sizin böyük motivatorunuz buradadır bugün. Səhv etmək. Elə ən çox zaten mənim də tələbələrdən eşitdiklərimdir. Fərqli bir şeylər görmürəm hələ ki cavablarda. Bəli. Okey, yəni bu dediyim kimi indiyə qədər bildiyim bütün cavablar, bu suala aldığım bütün cavablar elə tam bunlar idi. Bütün tələbələr də eyni cavabı verir. Növbəti ikinci bir sualım isə sizə ümumiyyətlə dili necə öyrənsəz çox rahat gələrdi sizə. Yəni
Qarşınızda bir müəllimə var. Praktikası, metodikası, bunlar hər şey öz yerindədir. Sadəcə sizə deyir ki, sənə dili necə öyrətməyimi istəyirsən? Yəni, gündəlik olaraq sən necə məşğul olsan, xoşbəxt olarsan, motivasiyadan düşməzsən, həmçinin də inkişafı görərsən. Bu suala nə cavab verərdiniz bəs? Dili necə öyrənmək istəyirsən? Aktiv şəkildə həyatımızın bir hissəsi. Mən bugün bunun üçün tüyolar verəcəm. Dinləmə, oyun, musiqi, əla. Tam mənim zövqümdəsiz bu dəqiqə. Əyləncə, oyun, mahnı, oynamaq və s. tam mənlikdir bunlar. Baxın. Kitab, dinləmə, okey. Aha, mən kifayət qədər cavablar aldım. Siz də artıq yazdınız. Demək olar ki, eyni şeyləri mən artıq danışmağa keçmək istəyirəm ki, okey, hər şey aydındır. Biz nədə çətinlik çəkirik və bunun üstəsindən necə gəlmək istəyirik? Mən sizdən bu cavabları aldım. İndi başlamaq istəyirəm ki, hardan başlaya bilərsiniz? İlk öncə motivasiya vurğulayım ki, bəli, motivasiya önəmlidir. Sizin həyatda motivasiyanız yoxdursa, bir dəqiqə, bu həyatda motivasiyanız yoxdursa, bir anlıq həvəslə qaza gəlib başlaya bilərsiniz ki, məndə çox olub bu. Bir an deyirsən ki, mən bundan sonra hər gün ingilis dili öyrənəcəm, amma ilk açdığın kitabda maraqlı bir şey görməyib bağlayırsan. Bunu məsələn mən çox eləyirdim birinci, ikinci kurslarda ki, sən müəllimə olacaqsan, tez oldur, bu kitabı bitirməlisən, özünə söz ver, 10 günə bu kitabı bitir. Kitabı açdığım ilk səhifədə heç nə başa düşməyib bağlayırdım. Əminəm ki, sizdə də var bunlar. Və ya eləyirdim, çox asan gəlirdi və ya eləyirdim, amma bilmirdim. İndi bunu harda yoxlayım, düzgün cavabı hardan bilim. Belə-belə motivasiyadan düşüb bağlayırdım. Və ilk öncə özünüzə motivasiya qoymalısınız, ümumiyyətlə. Bu dili niyə öyrənmək istəyirsiniz? Məsələn, mənim öyrənmə məqsədim müəllimə olmaq idi. Siz bu dili öyrənmək istəyirsiniz xaricdə oxumaq üçün, yoxsa sadəcə qəşəng danışmaq üçün, yoxsa atıram könüllü fəaliyyətlərində ora gələn xaricilərlə rahat danışmaq üçün özünüzə bir məqsəd qoyun ki, ilk öncə balaca bir şey. Və bunu eləyəcəm. Bunu eləmək istəyirəm. Mən bunun üçün öyrənirəm. Çünki eləcə yox, ingilis dili vacib bir dildir, öyrənmək lazımdır deyib başlamaqla bir ay sonra görürsünüz ki, nə hal-hazırda sizə ingilis dili lazım deyil normal olaraq. Nə də ki bir düzgün metodika tapa bilmirsiniz, avtomatik motivasiya düşür, bay-bay ingilis dili. Ona görə siz ilk öncə özünüzə minik-minik məqsədlər qoyun. Məsələn, mən minik bir məqsəd qoyurdum ki, bugün bu 10 mövzu üzərində özümdən sual-cavab eləyəcəm. Sonra özümə məqsəd qoydum ki, IELTS alacağam. Daha sonra özümə məqsəd qoydum ki, balaca uşaqlarla işləyəcəm. Sonra gördüm ki, yox, mən balaca böyüklərlə işləmək istəyirəm. Bu cür mən məqsədlərimi irəlilədərək hal-hazırda belə deyək, 5-dən çox metodikanın sahibiyəm. Hansı ki, ilk öncə sadəcə onlayn dərs keçən bir müəllimə idim. Sonra dedim ki, yox, mən əyani istəyirəm. Sonra gördüm ki, yox, mən kurslarla işləmək istəmirəm. Yəni, özümdən nümunə çəkirəm, çünki eyni yolları keçmişik. Heç bir fərqimiz yoxdur. Mən doğulduğum andan ingilis dili bilən biri olmamışam. Hətta sizə bir sirr açım, bunu bəlkə də heç yerdə deməmişəm. Mən 11-ci sinifin əvvəli, 10-cu sinifin axırı o vaxt TQDK imtahanları olurdu, sınaq imtahanı. Mən o sınaq imtahanında ingilis dilinə sadəcə 6 düz yazmışdım. Yəni, o qədər mənim ingilis dilim, o 6-nı da bəlkə də atmışdım. O qədər mənim ingilis dilim çox zəif idi. Sadəcə 11-ci sinifdə mən yenə qarşıma minik məqsəddən qoydum ki, yox, sən müəllimə olmaq istəyirsənsə, çünki mənim müəlliməlik uşaqlıqdan arzum idi. Sən müəllimə olmaq istəyirsənsə, bu dili yaxşı bilməlisən, dilləri yaxşı bilməlisən. Ona görə 11-ci sinifdə tam qaz belə deyə oxumağa başlamışdım və bir ilin içində 6 düzdən 24 düzə qaldırmışdım. Bizdə 25 idi o vaxt toplam. Yəni, bu formada özünüzə kiçik məqsədlər qoymaq. Məsələn, bəli, yazmışsınız ki, F1-də volonter olmaq. Hansı ki, ən möhtəşəm bir şeydir. Bu mənim belə tələbə vaxtı arzum idi. Amma düşünün ki, mən o könüllülüklərlə orada özümü itirmədən bir şeylər eləməyə çalışmaqla hal-hazırda hər il F1-də işləyən biriyəm artıq. Nəinki könüllü. Hətta tələbələrimin bu dəqiqə yarısı könüllü olaraq seçiliblər bu il. Yəni, belə kiçik məqsədlər sizi gətirib sonda elə bir uğura çatdırır ki, özünüz belə keçmişə baxanda həm fəxr edirsiniz, həm sevinirsiniz. İlk öncə buradan başlayaq ki, bəli, biz kiçik məqsədlərlə gəlib sonda uğura çata bilərik. Əsas odur tələsməyək. Çünki mən də 2017-də, 2018-də universitetə qəbul olarkən bilməzdim ki, 2025-də mən hal-hazırda bir 60-dan çox kütləyə bu cür motivasiya verərəm. Mənim o zamanlar motivasiyaya ehtiyacım var idi. Amma indi bunu sizə kimsə deyirsə, düşünməyin ki,
Nə var ya, oturub danışır, uğurları boldur. Hə, elə insan danışmağa nəyi var ki? Amma elə deyil. Mən ilk il universitetə qəbul olanda pulluya düşdüyüm üçün aylarla bəlkə də ağlamışdım. Halbuki indi baxıram ki, o pullunun, pulsuzun heç bir önəmi yoxdur. Danışa bilməməyimin heç bir önəmi yox imiş. Əsas özümə motivasiya qoyub başlamaq imiş. İlk öncə motivasiyamızın bazasını qoydum məncə sizdə. F1 Formula 1 yarışları da, volontyor da könüllü deməkdir. Daha sonra gələk ümumiyyətlə, bilmirəm bu sizə necə inandırıcı gələcək yox, amma mənim üçün bayağı bir inandırıcıdır. Çünki həyatdan sübutlarla bunu danışacağam sizə. Məsələn, nümunə götürək. Biz tamamilə heç bir dil, heç bir şey bilməyən bir uşağıq və dünyaya yeni gəlmişik. Və yeni gəldikdən bir il yarım, 2 il sonra biz artıq Azərbaycan dilində danışmağa başlayırıq. Düzdürmü? Çünki ana, ata, mühit, televizor, telefon, marketlər, hər yerdə biz bu dilə məruz qalırıq. Okay? İndi deyə bilərsiniz ki, nə var, bu bizim ana dilimizdir. Okay, bunu qoyaq bir qırağa. Evdə Azərbaycan dili danışılan, amma televizorda ancaq türkcə multiklərə baxan, ingiliscə, rusca multiklərə baxan uşaqlardan nümunə götürüm. Bunlar isə fikir versə 2-3 ay sonra, 2-3 yaş sonra ümumiyyətlə o uşaqlar başlayır türkcə tərtəmiz danışmağa. Məsələn, mən bu dəqiqə hal-hazırda türkcə tərtəmiz danışa bilirəm. Niyə? Bolca seriallara baxdığım üçün, okay? Və ya bir şeydə nümunə çəkim ki, məsələn, bəlkə də ailənizdə, qohumlarda və s. Rusiyaya gedib bir neçə ay, bir neçə il yaşayıb geri dönənlər olur. Hansı ki, fikir versiniz ki, bir neçə ay sonra onlar artıq tərtəmiz rus dilində danışır. Burada söhbəti hara gətirmək istəyirəm? Dilə özünüzü məruz qoymaq. Yəni, siz gözünüzü açdığınız, dinləmək etdiyiniz hər saniyədə bir şey, bir dili eşidirsinizsə, artıq minimum, belə deyək, 2 ay sonra o dildə siz A1, A2 və ya başqa bir səviyyələrdə artıq sizin məşğul olma saatlarınızdan asılıdır. Siz artıq o dildə çox yaxşı danışa, dinləyə bilərsiniz. Baxın, sözü bura gətirməyə çalışıram ki, biz dilə özümüzü məruz qoymalıyıq. Təbii ki, demirəm ki, özüm məcbur eləyib saatlarla belə televizor qabağında oturum, qulaq asım. Yox, qulaq asmasam inkişaf eləməyəcək. Bu çox sıxıcıdır. Bunu heç vaxt eləməyin. Məsələn, mən necə eləyirdim? Karantin vaxtı kitablar da oxuyurdum, evdə özüm üçün idman da eləyirdim, nə bilim, kinolara da baxırdım, Instagramda da gəzirdim təbii olaraq. Amma həmişə məndə kompüterdə arxa fonda bir xəbər kanalı açıq olurdu ingilis dilində. Onun mənə hədsiz faydasını mən indi görürəm. Düşünün, mənim 2020-21-ci ildə elədiyim bir şey mənə indi hədsiz dərəcədə fayda verir. Halbuki o an hiss eləmirsiniz inkişafın həqiqətən olduğunu. İndi bu barədə başqa bir metoddan da danışacağam. İlk buradan başlayıram. Özümüzü məruz qoymaq. Okay? Xaricə köçə bilmirsiniz, bəli, başa düşürəm. Xarici mühit özünüzə tapa bilmirsiniz, dostlar tapırsınız, sıxılırsınız, conversation'a gedirsiniz, sıxılırsınız. Bunlar hamısı normaldır. Amma özünüzdən ki, sıxılmırsınız, düzdür? Özünüzə evdə ingilis dili mühiti yaradın. Okay, məsələn, mən 4-5 saat eləyirdim. O 4-5 saat mənim Instagramda gəzdiyim, idman elədiyim və daha çox yatdığım vaxtda təsadüf eləyirdi. Yatanda belə düşünməyin ki, beynimiz işləmir. Yatanda belə beyin oyaqdır. Okay, düşünməyin beyin yorular və s. Xeyr, beyin hər zaman aktivdir. Beyin zaten yorulmur. Ona görə gecə belə siz bir şeylər qoyub, orada gecə boyu danışsınız, siz yatasınız. Bunu belə eləyirlər. Bu dəqiqə narahat deyildi ki, mən 4 ilmi haraya Səsləri bağlayaq. Aha. Dediyim kimi, yataraq belə özümüzü məruz qoya bilərik. Səhər duranda istərsəməz hiss eləyəcəksiniz. Məsələn, məndə belə olub. Səhər duranda artıq dilimdə ingiliscə cümlələr qururdum öz-özümə. Heç bilmirdim o cümlənin tərcüməsi nədir. Amma gecə boyu o qədər beynimə o məlumat daxil olub ki, səhər duranda mən özümü ingilis kimi hiss eləyirdim, belə deyək. Yəni, belə gün ərzində 4-5 saat, əminəm ki, evdə 4-5 saat heç nə eləmədən və ya yemək bişirərək, yemək yeyərək, bir şeylər eləyərək illa ki, evdə vaxtınız olur. Ona görə televizorda, kompüterdə başqa bir əlavə texnoloji avadanlıqda qoyun ingiliscə xəbər kanalı, orada sadəcə danışsın. Siz başqa işlə məşğul olun. Ona diqqətlə qulaq asmayın. Diqqətlə qulaq assanız sıxılacaqsınız. İlk öncə buradan biz input hissəsindən, yəni qulaqdan. Qulaq olmadan danışıq olmaz. Dinləmə olmadan danışıq olmaz. Biz eşitməsək, onu qaytara bilmərik. Okay? İlk öncə dinləmə hissəsindən biz giriş elədik və bunu, məsələn, xəbər kanalı qoymayıb sevdiyiniz bir kino, bir, nə bilim, veriliş falan, belə şeylər qoya bilərsiniz. Və ya bəziləri, məsələn, oyun videolarına baxmağı sevir. Belə şeylər qoya bilərsiniz. Heç bir problemi yoxdur.
Sadəcə marağınız nə idisə ona. Daha sonra məsələn musiqi, oyunlar, əyləncəli şəkildə və s. yazanlar var idi. Yenə mən mahnı da məsələn dinləmişəm tələbəliyimin bir dövründə, hansı ki mənim ingilis dili hazırlığına getdiyim vaxtlar var idi. Həzə Aslanovdan Yasamala. Özdə səhər 7:30-da düşünə bilirsiniz, saat 5-də dururdum, mən 7:30-da hazırlığa gedirdim ki, ikinci smenəm universitetə çatmalıyam Yasamaldan. Orada yolda boş qalmamaq üçün mən mahnıların sözlərini evdə kopyalayıb zametkama yapışdırırdım və yol boyu o mahnıya qulaq asıb o zametkanın sözləri oxuyurdum. Bu təbii ki 3-4 gün sonra görürsünüz ki, əzbərləmisiniz artıq o mahnını normal olaraq və bu tələffüzə çox yaxşı inkişaf verir. Həmçinin siz sevdiyiniz bir mahnını artıq əzbər bilmiş olursunuz. Məsələn, mən hələ də unutmamışam o dövrlər qulaq asdığım mahnıları. Ariana Grande Seven Rings, nə bilim, Anne Marie, neydi mahnısının adı? Friends falan, yəni 2002. Yəni bu mahnıların bu dəqiqə hələ də qoşsanız, mən onları səslə oxuyacağam. Çünki o qədər dayanmadan hər gün hazırlığa, daha doğrusu həftədə 2 dəfə hazırlığa gedən onu praktik eləyirdim ki, dilim öyrəşib artıq o mahnılara, okey? One Direction və s. O qədər müğənni var ki, Katy Perry, Rihanna, Beyoncé, yəni düşünə biləcəyiniz bütün müğənnilərin həm slow, həm hit mahnı, pop mahnıları var. Yəni slowdan başlayaraq yavaş-yavaş gedə bilərsiniz. Ed Sheeran özü də. Bu formada musiqi ilə sevdiyiniz bir şey eləyə bilərsiniz. Dediyim kimi, ya liriksi açın, ya mənim kimi sözləri zametkaya yazın, ya evdə ona uyğun bir vaxt ayırın. Hətta belə bir şeylər eləyə bilərsiniz. Full liriksi götürüb içindən bəzi sözləri çıxarda bilərsiniz oradan. Sonra o mahnıya qulaq asıb sözü eşitdinizsə o boşluğa doldura bilərsiniz. Məsələn, belə şeylərlə də özünüzə maraq qata bilərsiniz. Əyləncəyə gələndə isə necə əylənərək öyrənmək olar? Məsələn, söz öyrənirsinizsə, söz öyrənmək sizin üçün əyləncəli deyil, normaldır. Çünki insan sıxılır. Gəlin deyim, əminəm ki, yaşayırsınız bunu. Sözü öyrənirsiniz, amma o sözü bir ay sonra bir mətndə, bir kitabda görəndə, bir nə bilim, kinoda görəndə depressiyaya düşürsünüz. Çünki o sözü görmüsünüz, bilirsiniz, öyrənmişdiniz, amma yadınızda deyil tərcüməsi, düzdürmü? Çünki tərcümə ilə öyrənirsiniz. Sözləri biz necə öyrənirik? Sözləri isə daha çox sinonimlərlə. İndi mən sizə öz müəllif olduğum kitab var, PDF-an. Oradan nümunələr göstərəcəm ki, yəni sizə anladığımı başa düşəsiniz qısacası. Sözləri sinonimlərlə öyrənə bilərsiniz. Sözləri kartlar halında yazaraq öyrənə bilərsiniz. Əyləncəli hissəyə bu girir. Sözləri hekayələşdirərək öyrənə bilərsiniz. Definition-dan öyrənə bilərsiniz, amma qətiyyən tərcümə ilə öyrənməməlisiniz. Məsələn, bugün sizə tələbəmin mənə dediyi bir şeyi nümunə çəkin. Bəlkə də buradadır uşaq, Məhəmməd mənə qulaq asır. Bugün tələbəm dedi ki, ev yoldaşlarımla oturduq, kinoya baxdıq və nəsə hansısa bir cümləni mənə tərcümə eləməyimi istədilər. Mən o cümləni tam anladım. Beynim ingiliscə onu qəbul elədi. Amma o cümləni tərcümə, yəni tam istədiyim şəkildə düzgün tərcümə eləyə bilmədim. Əslində mən buna sevindim. O tələbə pis olub motivasiyadan düşmüşdü, amma mən buna sevindim. Çünki deməli mən aylar ərzində bacarmışam ona tərcüməsiz ingilis dilini anlatmağı, anlamağı. Və o ingilis dilini kinolara rahatlıqla baxaraq başa düşə bilir. Tərcüməyə ehtiyac duymur. Zaten bizim məqsədimiz budur. Azərbaycan dilindən uzaqlaşmaq. Çünki təsəvvür edin, qarşınıza bir xarici çıxıb və o sizə bir şey deyir, deyirsiniz ki, bir dənə gözlə beynimdə tərcümə edeyim sənə deyəcəyim cümləni, sonra danışım. Yox, beyin anında algılayıb tez cavab vermə funksiyasını yerinə yetirməlidir və biz bunu bacarmışıq. Mən çox xoşbəxt oldum. Çünki ingilis dili öyrənən birinin zaten Azərbaycan dilinə niyə ehtiyacı olsun ki, tərcümə də öyrənsin? Biz heç vaxt dərsdə tərcümə eləməmişik məsələn. Ona görə mən pis olmadım. Yəni mən tələbəmdən razıyam. Sizdə də bu formada, yəni maksimum dərəcədə öz dilinizdən uzaqlaşıb həmin dildə danışsaz, görəcəksiniz ki, okey, bir müddət sonra tamam beynim ingilis dilində düşünür. Sözləri də bu formada öyrənmək. İndi o kart məsələsi, əyləncə hissəsinə gəlim. Karta sözləri yazırsınız. Məsələn, atıram, bugün səyahətlə bağlı 10 dənə söz öyrənmişsiniz. Onlardan biri tripdir, atıram. Və trip sinonimləri travel, journey, voyage, nə bilim bu formada sözlər, vacation, holiday və s. Və siz orada karta yazmışsınız travel, başqa içinə yazmamışsınız. Və bu kartları məsələn yazın, bütün öyrəndiyiniz sözləri bir 10 gün boyunca yazın. 10 gün sonra o kartları götürüb o sözü özünüzə izah eləməyə çalışın. Bunu bir dosta da eləyə bilərsiniz. Biz məsələn dərsdə tələbələr arası bir qrupla eləyirik də. Yəni siz tək öyrənən, self-study eləyən birisinizsə və ya okey, bir dost qrupunuz var, ingilis dili öyrənirsinizsə bu formada eləyə bilərsiniz. Hər dəfə yeni sözlər öyrəndikcə o sözü tərcüməsiz formada karta yazın. Hətta işlətməməli olduğunuz bir neçə söz də yaza bilərsiniz. Məsələn, tripin ən asan sinonimi travel'dır. Ora yaza bilərsiniz ki, do not use travel.
Okay? Bu formada yəni daha sonra bir 10 gün sonra, nə bilim, bir ay sonra o kartları çəkib başlayıb bir-birinizdən oynaya bilərsiniz. O sözün özünü işlətmədən, baş hərfini və s. demədən sadəcə danışaraq bir-birinizdən praktik eləyə bilərsiniz. Beləliklə həm speaking eləmiş olursunuz, həm unutduğunuz sözləri yadınıza salırsınız, həm də söz baza eyni anda bir neçə sinonim işlədərək artır. Ümid edirəm ki, bu da işlək bir belə deyək, punkt oldu sizin üçün. Mahnı hissəsini dedim, əylənərək öyrənməyi dedim, dinləmə hissəsini dedim. İndi gəlmək istəyirəm ən əsas hissəyə, hansı ki shadowing. Shadowing əslində çoxdanın bir metodudur. Sadəcə belə deyək də, bilmirəm niyə hələ tələbələr qorxur, çəkinir bunu eləməkdən. Bir dəqiqə bunu oxuyum. Musiqi qulası bilmədiyim sözləri yazırdım, tərcümə ilə bir vərəqdə olurdu, amma bəli, rahat idi. Görsünüz yazıb ki, bununla mənə öyrənmək rahat idi. Çünki sevdiyi bir şeyi eləyirdi, sıxılmırdı. Zaten ingilis dili öyrənməsə belə o mahnıya qulaq asmağı sevirdi. Siz də eyni ilə ingilis dilini qoyun qırağa, öyrənmək zorunda deyilsiniz. Özünüzü zaten nəyisə məcbur eləyəndə ümumiyyətlə heç vaxt alınmır. Bu bütün sahələrdə belədir. Sadəcə boş buraxaraq maraqlı gələn şeyləri eləyin. İndi shadowingdən danışıram. Shadowing də məncə maraqlı gələcək bir şeydir sizə. Bunu bəlkə də Koreya və s. mən məsələn görürəm Instagramda müəllimlər. Hətta mən xarici müəllimdən dərs alıram artıq aylardır. Səhv eləmirəmsə fevraldan bu yana, yanvardan fevraldan bu yana mən alıram. Və o belə rahat Kaliforniya aksentində danışır, türk bir müəllim olmasına rəğmən. O belə deyir ki, mən shadowinglə bu aksentimi düzəltmişəm məsələn. Ona görə mən onun dərslərinə qoşuluram, çünki aksentini hədsiz bəyənirəm. Shadowing nədir qısacası? İlk öncə sevdiyiniz bir serial, bir film yoxdursa, bir xarakter yoxdursa, film xarakteri, bu zaman sadəcə YouTube-da öyrədici videolardan başlaya bilərsiniz. Mən sizə bir neçə kanal adı indi bura çata yazaram. Öyrədici videolardan başlaya bilərsiniz. 9 dəqiqəlik və s. videolar olur və onun hər gün 3 dəqiqəsini, 2 dəqiqəsini praktika eləyə bilərsiniz. Orada nədir məsələ? Açdınız videonu, məsələn, orada deyir ki, would you like to go to school? Normalda siz o cümləni özünüz görsəz, bu cür oxuyarsınız. Would you like to go to school? Düzdür? Məsələn, aksentsiz. Amma orada eşitdiniz ki, would you like deyir. To go to school deyir. Go to-nu ümumiyyətlə eşitmirsiniz. Go to school, məsələn. Baxın, bu formada o həmin cümləni qurduqdan sonra videonu dayandırırsınız. Eyni onun kimi tələffüz eləyənə qədər lazımdırsa 20 dəfə o cümləni tələffüz edirsiniz. Ta ki, would you yox, would you deyənə qədər. Go to school yox, go to school deyənə qədər. Okay? Yəni, eyni həmin insan kimi təkrar tələffüz eləyənə qədər dilinizdə təkrar edin o cümləni. Bu cümlə tamamlandı mı, keçin o bir cümləyə və bunu bu cür 2-3 dəqiqəlik video halında təkrarlayın. Hardasa bir gəlir 10 dəqiqəlik səs yazı çıxır sonda, sizin səs yazınız çıxır sonda. Və ya bunu sevdiyiniz bir film dediyim kimi karakteri varsa, bəli, BBC Learning və s. eləmək olar. BBC daha çox British accentdir, ona görə mən LEP məsələn məsləhət görərdim, bura yazıram. OLEP kanalı yazıram, bu çox maraqlıdır. Həm gündəlik həyatdan motivasiyalı podkastlar olur, həm öyrədici olur, sonda yeni sözlər verir sizə. Həm də onların aksenti ilə tələffüz edərək konkret orijinal American accent praktik eləmiş olarsınız və ya British accent istəyirsə, okey, BBC-dən öyrənə bilərsiniz. BBC American idi, yoxsa British idi. Nəsə, yəni BBC, British, nəsə belə bir şey. Qısacası, yəni kanallar çoxdur. Ümumiyyətlə, podcast sözü yazaraq, Learn English yazaraq, bu formada Learning English və s. belə şeylər yazaraq çoxlu şəkildə zaten YouTube videoları görəcəksiniz və onları praktik eləyə bilərsiniz. Amma məsələn, mənim müəllimim kinosunu sevir. Breaking Bad. O kimya ilə bağlı bir kinodu bilirsiniz və orada həmin o başrol olan keçər kişi Kaliforniya aksentində danışır və müəllimim ancaq o xarakterin kinoda dediyi nə varsa onu durmadan təkrar eləyirmiş. Ona görə də deyəcəm niyə American accent seçirəm. Ona görə də dayanmadan həmin karakteri təkrar elədiyi üçün indi o həmin karakter kimi çox qəşəng Kaliforniya aksentində danışır. Okay, niyə Kaliforniya vurğulayıram? Çünki Amerikanın ümumiyyətlə aksentləri hədsiz çoxdur. Texas tamam başqa formada danışır, Kaliforniya təmiz ingilis aksentidir ki, ən qəşəng anlaşılanı odur. Barack Obama, Morgan Freeman bunlar sırf Kaliforniya aksentində danışırlar deyə, yəni bu formada Kaliforniyanı vurğulayıram xüsusi olaraq. Sizin də sevdiyiniz bir serial varsa, qısacası həmin xarakteri seçib və ya ən sevdiyiniz bir bölümü də götürə bilərsiniz. O bölümdə bütün cümlələri bu formada shadowing eləyə bilərsiniz. Yəni qısacası shadowing eşitdiyinizi tam eşitdiyiniz formada
tələffüz eləyənə qədər təkrar deməkdir. Nələrə faydası var, onu da deyim. Təbii ki, artıq təkrar eləməkdən anladınızsa, tələffüz inkişaf eləyir, axıcılıq inkişaf eləyir, sözləri bir-birinə birləşdirmək, connected speech deyirik biz buna. Hansı ki, go to school yox, go to school, did you yox, did you falan. Bu məsələlərə biz connected speech deyirik ki, reductionlar və s. baş verir orada. Bu formada sadəcə bir cümləni dayanmadan hər gün praktik eləməklə siz tələffüzü, connected speech-i, söz bazanızı, dinləmənizi, speakinginizi inkişaf elətdirə bilər. Həmçinin üzündən oxuyub təkrar edirsiniz, reading də inkişaf eləyir. Sürət və s. aksent, yəni inanılmaz faydası var. Halbuki çox əyləncəli bir şeydir. Oturub saatlarla qrammatika və s. oxumaqdan qat-qat yaxşıdır. İndi gəlin bu suala cavab verim ki, niyə American accent tərcih edirəm? Yəni mənim üçün əslində fərqi yoxdur. Mən British kinolara belə baxanda həzz alıram. British accenti də çox sevirəm. Sadəcə danışıqda American tələbələrə daha rahat, daha yaxşıdır deyə düşünürəm. Çünki orijinal British accenti danışmaq çox çətindir. Mən özüm belə, yəni nə qədər cəhd eləsəm də böyük ehtimal onun uzun zaman təlimlərini almalıyam ki, o cür tələffüz edeyim. Ona görə çox çətindir orijinal Britishdə. Çünki British rəsmidir də belə deyə, amma American gündəlik danışıqdır. Tələbə də niyə gəlir? Niyə danışmaq istəyir? Gündəlik olaraq özünü ifadə edə bilsin, hər yerdə rahat danışa bilsin. Amma Britishlər konkret olaraq rəsmi bir ingilis dili olduğu üçün Britishin üzərində çox qalmaq lazımdır. Yəni belə deyək, water və s. bu formada tələffüzlər və s. Tuesday falan. Onları yəni şəxsən mən özüm belə tam tərtəmiz tələffüz edə bilmədiyim üçün mən onu tələbəyə öyrədə bilmərəm. Ona görə mənim üçün American daha rahat gəlir. Halbuki bütün YouTube-da videolar falan çox şey British accentdədir. Amma tarazlığı qorumağa çalışıram. Məqalə oxumaq məsələn, kiməsə görə maraqlıdırsa oxuya bilər. Amma şəxsən məndən soruşsanız, mən çox sıxılıram çətin, uzun və içində bilmədiyim sözlərin hədsiz çox olduğu bir şeyi oxumaq. Çünki hardasa bir 10 cümlədən sonra mənim fikrim dağılır. Mən prosto gözümlə oranı oxuyuram, amma beynim algılamır. Ona görə mənim üçün sıxıcı bir şeydir. Əgər kimsə sevirsə, təbii ki, davam edə bilər. Məqalə oxumağın da tələffüzə, oxuma bacarığına, sürətli oxumaya və s. çox faydası var. Çox fərq var, bəli, American British accent arasında. American'da sadəcə o connected speech hissələrini bilsəz çox rahatdır. British düzdür, təmiz anlamaqda rahatdır, amma məsələn bu maraq məsələsidir. Hansına daha çox vaxtı ilə dinləmə eləmişsə, onu daha yaxşı anlayırsınız. Mən məsələn ikisini də anlayıram. Sadəcə danışıq olaraq American mənə daha rahat və daha maraqlı gəlir. Bəli, burada qəşəng kinolar yazırlar. Çox sağ olun, siz də götürə bilərsiniz. Buradan Olep YouTube kanalının adıdır. Siz orada yaza bilərsiniz. Dərs var, yoxsa sadəcə motivasiyadır. Mən də oxumağı sıxılıram. Belə. Sonra nə demək istəyirəm? Məsələn, başqa gündəlik həyat olaraq nə edə bilərsiniz? Məsələn, gündəlik olaraq Instagramdasınız da, düzdürmü, və ya YouTube-dasınız. Həmişə elədiyiniz şeylərin ingilis dili versiyasını axtarın. Məsələn, atıram, niyə də dediyim kimi, oyun videolarını baxmağı sevən birisinizsə, artıq türklərə yox, ingilislərə baxmağa başlayın. Mən məsələn, nə etməyi sevərəm? Kitabların audio formasında qulaq asmağı, yolda məsələn boş qalaram. Çünki mən də məsələn maşın sürürəm də, mən telefonla oynaya bilmirəmsə, amma nəsə bir məlumat almaq istəyirəmsə, bir podkast qoyaram ya da hansısa kitabın səsli audiobookunu qoyaram. Məsələn, mən bunu eləməkdən zövq alıram və ya kitab oxumaqdan zövq alırsınızsa, yəni qısacası zövq aldığınız hissə nədirsə, oradan onu ingilis dilinə çevirin. Instagramda durmadan gəzirsinizsə, öz blogerlərimizə yox, artıq keçin xarici blogerlərə. Hansı ki, onlar gündəlik olaraq storydə danışırlar və siz ingilis dilinizi çox yaxşı dinləmənizi inkişaf elətdirə bilərsiniz. Maraqlı blogerlər tapın özünüzə, fashion olsun və ya nəyə marağınız varsa, o yöndə bir bloger seçin və 3-4 dənə bloger izləsəz, zaten hər gün onların storylərinə baxmaqla native accentdə dinləmə eləyəcəksiniz. Və ya dediyim kimi, YouTube-dursa YouTube, kitabdırsa kitab, qısacası marağınız nəyədirsə, oradan davam edin. TED Talks'a da baxa bilərsiniz bu arada YouTube-dan, onu da deyim. Və ya məsələn Facebook'da gəzirsiniz, xəbərlər oxumağı sevirsiniz, orada C translation olur. Çevirin, ingilis dilində oxuyun. Nə bilim, telefonunuz türk dilindədirsə, zəhmət olmasa onu ingilis dilində eləyin. Çünki siz artıq bilirsiniz telefonda hər şeyin yerini. Onu ingiliscə görmək sizin söz bazanızı gör nə qədər artıra bilər. Cavabla yox, reply görəcəksiniz. Belə həmişə reply sözü həmişəlik yadınızda qalacaq. Nə bilim, ayarlar yox, settings görəcəksiniz. Bildirimlər yox, notifications görəcəksiniz. Yəni bunların hədsiz faydası var ki, bizim gündəlik həyatda gördüyümüz şeylər bizə
çox gözəl yansıyır. Biri göz yaddaşından, hə bu şey yaddaşı, bu cəhətdən də danışım ki, öyrənmə formanız nədirsə o formada da eləyin. Məsələn, mən dinləyərək öyrənməyi çox sevirəm. Oxumağı heç sevmirəm, oxuyaraq öyrənə bilmirəm. Oxuyuram, bir 3-4 cümlə sonra fikrim getdi. Okay, overthink saatım gəlir. Ona görə mən məsələn dinləməyi sevirəm. Mən dinləyərək öyrənim. Siz görərək sevirsinizsə, görərək öyrənin. Bəziləri özü səsli deməsə öyrənə bilmir, özünüz səsli deyərək bir şeylər eləyin və ya yazaraq. Elə tələbələr olur, yazır. Amma təbii ki, tərcümə ilə yox. Bəzi tələbələr məsələn sözləri yazır, o cür öyrənir. Yenə də deyirəm ki, tərcümə ilə yazmırsansa, okey, sənin öyrənmə forman odursa o cür elə. Yaza bilərsiniz. Məsələn, bir şey eşitdiniz, o eşitdiyiniz yadınızda qalanı götürün yazın ingilis dilində. Bunların faydaları hədsiz çoxdur. Okey. Səsləri bağlayaq. Aha, Logos nəşriyyatını buraxdı. Kitablar var. TikTokda çox yayınlanır. Logos nəşriyyatı ilk dəfə eşitdim. Bəlkə də TikTokda yayınlanır. Mən TikTok aylardır girmirəm ona görə. Relearn method bir səhifəsi İngiliz qarşı. Bax məsələn bu çox yanlış bir şeydir. Bir səhifə ingiliscə, bir səhifə Azərbaycanca tərcüməsi. Bu ümumiyyətlə kitab mağazalarında çox var bu kitablar. Gəlin deyim niyəsini. Siz solu oxudunuz, atıram dil bazanız zəifdir, başa düşdünüz 50%-ni soldakı mətnin. Və sağdakını oxudunuz, təbii ki 100% başa düşdünüz də. Amma bəs bilmədiniz axı orada hansı cümlə quruluşuydu, anlamadığınız, orada hansı söz idi ki sizə çatmadı. Bəlkə orada söz yox bir ifadə idi, hansı ki o ifadəni bilmək sizə super kömək olacaqdı. Halbuki bu birisi tərəfdə hazır tərcüməsini gördünüz, maraqlı deyil sizə. Hətta onu artıq 2-3 səhifə oxuyandan sonra görürsünüzsə ki, yox soldakını heç başa düşmürsünüz, amma kitab maraqlıdır. Solun başını buraxıb ancaq sağdan oxumaya davam edəcəksiniz. Ona görə heç yaxşı bir şey deyil. Ondan sonra normal ingiliscə öz səviyyənizə uyğun kitablar alın, onun içində bilmədiyiniz sözləri çıxarın, yenə əyləncəli formada öyrənin və s. Amma təki ümumiyyətlə öz tərcüməmizdən uzaq dururuq. Okay? Azərbaycan hansı dili öyrəniriksə o dilin üzərinə getməliyik. Başqa dillərdən uzaq dururuq. Bəli, tam xarici videolara baxmaq çox faydalıdır. Xarici blogerlərin gündəlik vloqlarını izləmək. Bəli. Və ya məsələn YouTube-da şeylər də olur. Xarici müğənnilərin evlərinə gedirlər, vlog falan kimi də belə bloqlar çəkirlər. Məsələn Dua Lipa'nın falan. Sevdiyiniz bir müğənninin həm evini görmüş olarsınız, həm gündəlik həyatından danışdığını dinləmiş olarsınız, həm dinləmənizi inkişaf eləyər. Bu formada da eləyə bilərsiniz. Qəbullarda olan dinləmələr onlar sizə bir şey deyim ki, onlar bizim millətimizin oxuduğu. Ona görə onlar heç bir aksentdə oxumurlar. Əksinə öz aksentimizdə oxuyurlar ki, tələbə hansısa aksenti öyrənməli olmasın. Yəni anlaşılan da əslində, amma yəni onların xüsusi bir aksenti yoxdur. Elə özləri dədə-babadan necə öyrəniblərsə, o cürdə tələffüz eləyirlər. Çox sağ olun. İndi baxın bu hissəyə gəlmək istəyirəm ki, tam sıfırdan heç bir bazası olmayan tələbələrə görə mənim bayaqdan danışdıqlarım nağıl ola bilər. O deyirəm, Instagramı bu dilə çevirin, telefonunuzu bu dilə çevirin, nə bilim, ChatGPT-yə də gələcəm, bəli. Sıfırdan bir tələbə nə etməlidir? Bu dili necə öyrənməlidir? Təbii ki, marağı mahnıyadır, açır mahnını heç nə anlamır. Gəlin ilk öncə buradan başlayaq. Mən elə ekranı paylaşıb, deməli, istəyirəm ki, Zametkada belə rahat yazaraq göstərim sizə. Aha. Məsələn, tələbə sıfırdır, heç bir bazası yoxdur dediyim kimi, amma başlamaq istəyir, bir yerdən başlamaq istəyir. Hardan başlasın o tələbə? İngilis dilində düzgün cümlə quruluşu necə olmalıdır? Okay. Çünki biz bu quruluşu, bu düsturu bilməsək, nə öyrənək, bilək söz bazamız gəlsin 3000-ə çatsın, qrammatikamız bir 20 dənə qrammatika bilək, düzgün cümlə sıralamasını bilməsəz, sizdə o alınmır. Məsələn, yenə də bu məsələ dinləməyə dayanır. Məsələn, bizim öz dilimizdə bilirik ki, mübtəda, sonra təyin, tamamlıq və s. gəlir, ən sonda xəbər gəlir. Amma ingilis dilində bu sıralama tərsinədir. İlk öncə başlayırıq buradan ki, hansı ki cümlə başlamalıdır mübtəda ilə. Okay, biz buna deyək hərəkəti eləyən loru dildə. İkincisi isə ingilis dilində xəbər gəlir. Biz xəbəri sona atmırıq ingilis dilində. Biz buna deyirik etdiyi hərəkət. Okay. Baxın, bu düsturu, yazacağım düsturu screenshot eləyib, gündəlik həyatınıza praktik eləsəz və salam. Sizin heç vaxt nəqli cümləniz səhv olmayacaq ingilisində, okay? Daha sonra gəlirik o təyindir, tamamlıqdır və s. nədirsə, hamısını yazıram bura. Hansı ki biz buna nəyi, kimi, kimə, nəyə, hara, belə suallara cavab verəndə qısacası, okay? Və sonda isə məkan və ya zaman zərfi.
Zaman zərfliyi daha doğrusu. Okay? Baxın bunu hara fırlayırsınız fırlayın. Bu cümlə bu düstur heç vaxt səhv çıxmır. Okay? Gəlin yazaq məsələn. Nə deyək? Mən universiteti 2021-ci ildə bitirmişəm. Okay? Hərəkət edən kimdir? Mən. Qoyduqmu məni başa? Neynəmişəm? Bitirmişəm. Graduated. Etdiyim hərəkəti də qoydum. Nəyi? Tamamlığı qoyuram. I graduated from university. İndi də zamanımızı qoyuruq ki, in 2021. Okay? Yəni bu bütün cümlələrdə işləyir. Bura bir 100 dənə cümlə yazaq. İstədiyiniz cümləni praktik edin. Fikir verəcəksiniz ki, bu sıralama ilə mənim cümlələrim həmişə düzdür. Okay? Sıfırdan bir tələbə, indi deyəcəksiniz ki, okay, mən nə edirəm? Mübtəda xəbər sıralamanı bilmək sıfıram, cümləm yoxdur. Təbii ki, bunlar da artacaq. Özünüzə mövzu. Məsələn, mən A1 tələbə ilə ilk dərsdə hobilərdən danışıram. Bunu etməzdən öncə ona hobilərlə bağlı sözləri yazdığım, hobilərlə bağlı danışarkən işlədə biləcəyi sözləri yazıb ona göndərirəm ki, hal-hazırda telefonunu qabağında aç və ona baxaraq, həmçinin də mənim lövhədə yazdığım bu düstura baxaraq qrup danış. Beləliklə, o tələbə heç bir söz bilməsə də, bugün danışdı, bugün bir 20 dəqiqə, 30 dəqiqə mənlə praktik eləyərək o sual-cavabda bütün hobilərindən, bütün hər şey haqqında danışdı deyə, həm düzgün cümlə quruluşu vərdişi artıq onda az da olsa yarandı. Həm də hobilərlə bağlı, məsələn, atmışam ona 15 söz, ən az 5 söz artıq onun həmişəlik yadında qalacaq. Çünki öz həyatına, öz maraqlarına praktik eləyərək danışdı. Okay? Sırf mənim zorumdan ya da nəyəsə məcbur olaraq, bilmədiyi bir şeyi müəllimədən qorxaraq elədiyi üçün yox. Həqiqətən öz hobilərindən, öz həyatında yaşadığı şeylərdən danışdığı üçün o sözlər heç vaxt onun yadından çıxmayacaq. O sözü harada görsə, anında mənlə olan ilk dərsi yadına düşəcək ki, aha, mən hobilərdən danışanda bu sözü işlətmişdim. Deməli, bu söz hobilərlə bağlı bir sözdür, okay? Ona görə deyirəm ki, ilk öncə düzgün cümlə quruluşunu öyrənirsiniz, sonra yavaş-yavaş söz bazı və qrammatika eyni anda zaten inkişafa başlayır, okay? Məsələn, elə tələbələr də olur, düşünür ki, mən ilk öncə bütün söz kitablarını bitirməliyəm, sonra bütün qrammatikaları, Murphy'ləri falan say Murphy kitabları bitirən tələbələr olur. Graduated-dən from işlənir. Sualınızı indi gördüm. Yəni bu universitetdən məzun olmuşam. Graduated məzun olmaqdır, bitirmək yox. Qısacası dediyim kimi, söz kitablar, növ materiallar bitirmək əvəzi ilk öncə praktikaya başlayırıq. Mənə hansı rahatdır? Mənə nə etmək rahatdır? Siz qrammatikanı kitabdan yox, YouTube-dan müəllimləri izləyərək öyrənmək istəyə bilərsiniz. Bunu da yox, özünüzə konspekt tutaraq öyrənmək istəyə bilərsiniz. Azərbaycan dilində oxuyub ingilisini özünüzə danışaraq öyrənmək istəyirsiniz. Məsələn, mənə soruşsaq mənim metodum, ümumiyyətlə qrammatika kitabı biz dərsdə açmırıq. Mən çıxıram lövhəyə, bugünkü qrammatikamız nədirsə, mən lövhədə onu detallı izah edirəm. Daha sonra biz onu dayanmadan tələbələrindən cümlələr qurub praktik edirik. Beləliklə, nə o tələbə evdə tapşırıq işləməyə ehtiyacı qalmır, nə test işləməyə ehtiyacı qalmır. Çünki niyə test işləmirik, niyə tapşırıq işləmirik? Mənim yanıma, yəni dediyim kimi də biz universitet tələbələri ilə işləyirik. Bu universitetə girənə qədər zaten bu uşaq saatlarla, günlərlə, aylarla o testi işləyib, düzdürmü? Bazısı yaxşı olsaydı da onda niyə bir də ingilis dili hazırlığına gəlməyə ehtiyac duyardı ki, elə görərdi testlərlə başlayardı danışmağa. Ona görə biz məktəb vaxtı nələri çox eləmişiksə, əksinə onları qırağa qoyub artıq yeni metodika axtarırıq ki, bu tələbə danışsın. Danışmaq üçün də danışmaq lazımdır. Başqa heç bir şey sizin danışmağınıza kömək eləyə bilməz. Speaking videolarına baxmaq danışmağa kömək eləməz. Speaking kitabları oxumaq, müəllimlərin motivasiya videolarına baxmaq danışmağa kömək eləməz. Danışmağa yalnız danışmaq kömək eləyə bilər. Okay? Necə ki, siz balaca uşaq olanda sözləri səhv-süf də olsa deyirdiniz və indi tərtəmiz danışırsınız, bu ingilisində də bu cür olmalıdır. İlk öncə o səhv-süflər olmalıdır ki, o səhv-süflər gəlsin, indi qəşəng bir ingilis dili bazası sizdə yaratsın. Aydın oldu. Sonra suallara baxım yenə. ChatGPT ilə necə öyrənə bilərsiniz? ChatGPT-nin bilirsiniz ki, səsli danışma funksiyası var və çox qəşəng aksentdə danışır bu arada. Təmiz American aksentdə danışır ChatGPT. Nə də özünüz də təklif eləyə bilərsiniz ki, məndən atıram Amerikanın bu aksenti ilə danış, məndən bu formada danış belə. Və ona deyin ki, məsələn, salam ChatGPT, bugün mən səndən dostlardan danışmaq istəyirəm. Mənə dostlarla bağlı 20 ən lazımlı sözləri ver. Sonra da mənə 10 dənə sual yaz məsələn. Və başlayın o 10 dənə sualı səsi açıb başlayırsınız danışmağa ChatGPT ilə və deyin ki, mən danışarkən mənim səhvlərimi düzəlt. Məsələn, başınızda müəllim yoxdursa, motivator dostunuz və s. praktik elədiyiniz biri yoxdursa, bunu ChatGPT ilə eləyə bilərsiniz. Çox yaxşı metoddur.
Bəli, bax, dediyim kimi yazıb ki, kiçik mətnlər verir, sözlər verir, mən effektiv olur, işləyirəm, qəşəng. B1 səviyyədəyim, B2 səviyyəyə keçmək üçün nələr eləməliyəm? Aha, ChatGPT-dən istəməsək də olar. Google-da da IELTS mövzuları var. Mən bu arada speakingimi belə deyək, A2-dən B1, B2-yə mən 10 gün ərzində IELTS speakingim 7 çıxmışdı. Mən 10 günə speaking inkişaf elətdirirdim. Çünki gördüm ki, danışa bilmirəm. Oturdum, hazırlıqdan çıxdım. 10 gün ancaq speaking elədim və imtahan günü bütün suallar dəyişmişdi. Artıq bunu çox demişəm. Və mən 7 almışdım IELTS speakingindən. Yəni 7-də C1 səviyyə gedirdi, belə deyək. Mən bunu necə bacarmışdım? IELTS topiklərini götürüb bir topiki bəlkə də 20 dəfə öz-özümə danışaraq. Çünki öz həyatımdan nümunə çəkirəm axı. Ona görə mənə rahat olmuşdu. Məsələn, mən IELTS hazırlaşanda, evdə hazırlaşanda mövzu düşmüşdü ki, atıram, heyran olduğum bir məşhur şəxs və fəxr elədiyim məşhur şəxs. Bu iki ayrı-ayrı mövzu idi. Amma imtahanda imtahan mövzuları tamamilə dəyişmişdi və mənə çıxmışdı ki, ailə üzvlərindən fəxr elədiyin şəxs. Halbuki mən birinci hazırlaşmışam məşhur adam, bir də fəxr elədiyim adam. Məsələn, mən bu ikisini qatıb qatışdırdım. Ağlımda o qədər sözlər var idi ki, iki mövzunu qatıb qatışdırıb ortaya bir mövzu çıxartmışdım. Heç həyəcanlanıb özümü itirməmişdim və ortaya bir mövzu çıxartmışdım və 7 bal ala bilmişdim. Ona görə, yəni dediyim kimi, IELTS topikləri taparaq onu durmadan öz-özünə praktik eləyə bilər. ChatGPT ancaq eyni mövzuları verir deyə ondan da çox soruşmuşam. Amma Google-da hər 3 aydan bir onsuz da IELTS mövzuları yenilənir və ya Telegramda IELTS müəllimləri atırlar ora mövzular. Bəli, belə davam etsəz irəliyə bilərsiniz, amma mütləq bunu praktik edib danışmaq da lazımdır. Okay, C1 versiyada sözlər verdi sizə. O C1 sözləri işlədirsinizmi? Məsələ budur. Əgər 1 ay sonra, 2 ay sonra o sözləri unutsaz, o ChatGPT-yə də əziyyət vermiş olursunuz öz-özə də. Amma o sözləri durmadan durmadan danışıqda işlətmək lazımdır. Sonra qəşəng, özünüz qrup, sonra ChatGPT-dən istəyirsiniz düzəltməyi və izah eləməyini istəyin ki, niyə səhvdir. Sonra İngilis dilimi öyrənmə dövründə day mən nələr eləməmişəm. Baxın, deyim də, mən birinci kursda dediyim kimi o yasamalı hazırlığa getmək, mən ora gedəndə zaten kursa B1 ilə başlamışdım. Dedilər ki, bazam B1-dir və mən oradan upper intermediate olaraq çıxmışdım, amma danışığım hələ də A2 B1 olaraq qalmışdı. Orada yekun imtahanları çox qəşəng yazırdım, qrupda ən yüksək mən yığırdım. Zaten mənim qrammatikam yaxşı olub da, 24 düz yazıb girmişəm universitetə və universitetə 2 semestr qrammatika keçmişdi, ikisində də A almışdım. Yəni, məsələ məndə zaten heç vaxt qrammatik olmayıb. Mən sözlər yadımda qalmırdı və danışa bilmirdim. Dinləməm də okey, yenə biraz B1 və s. Amma danışıq olduğu kimi qalırdı. Mən ona görə ora kursa getdim. Sonra o kursu dayandırıb, daha doğrusu yəni upper intermediate qutardıq, çıxdıq. Sonra nə oldu? Sonra karantin düşdü. İkinci kursda bizdə karantin düşdü. Sonra nə oldu? Sonra IELTS-a hazırlaşmaq qərarı verdim onlayn şəkildə. IELTS-i gördüm ki, yenə danışa bilmirəm, dinləməm falan qəşəng inkişaf elədi, amma yenə danışa bilmirdim. Ona görə çıxdım bütün hazırlıqlardan, hər şeydən. Ancaq özümə praktik elədim. Amma soruşsaz ki, məsələn, hal-hazırda danışdığım kimi necə danışıram, özümə danışaraq. Yəni heç bir çünki mən indiyə qədər başqa 3-cü kursdan bu yana heç bir ingilis dili ilə bağlı hazırlığa falan getmirdim də. Bu il təmiz American accent-də danışmaq istədiyim üçün yenidən xarici müəllimlə hazırlaşıram. Bu ilə qədər heç getmirdim, amma sadəcə özümə praktik eləyirdim. Mən dərslərimdə fail istifadə eləmirəm, xeyr. Failı dinləmək üçün istifadə edirəm daha doğrusu. Orada qəşəng dinləmələr olur. Düzdür, British accent-dir, amma başqa heç bir kitabda oradakı qədər faydalı dinləmələr olmur. Məsələn, failın pre-intermediate səviyyəsindəki dinləmələr IELTS dinləmələrinə birə-bir bənzəyir. Ona görə failın dinləmələrini çox sevirəm. Amma nə mətni, nə qrammatikası heç biri ürək açan deyil və o vəsait. Ümumiyyətlə, mən vəsait istifadə eləmirəm dediyim kimi. Sadəcə özüm üçün bir vəsait götürürəm həmin səviyyə üzrə və oradakı qrammatika sırasına sadəcə baxıram. Biz dərsdə yəni kitab istifadə eləmirik. Evdə tələbələr söz öyrənir, gəlirlər, mən ondan danışaraq soruşuram və 90 dəqiqə ancaq biz danışırıq. Zamanlar haqqında danışa bilərsiniz. Beginner bir tələbə simple bütün zamanları bilməlidir. Past simple, present simple, future simple. Elementary bir tələbə
Continuous zamanları bilməlidir. Olsa continuous bir dənə present continuous'u bilmək bəs eləyir. Heç past continuous da çox işlənmir. Present continuous'u bilməlidir və present perfect'i bilməlidir. Hər iki səviyyədə some any qaydasını bilmək lazımdır. An qaydasını bilmək lazımdır. There is, there are bilmək lazımdır. Have got. Bunlar. Bir də be going üçün. A1, A2 bunlardır. Müəlliməyə əsasən məktəblilərdən çox müraciətlərim o üslubdadır. Niyə qorxuruq? Məsələn, mən də qorxurdum bu arada, onu da deyim. Yəni, mən elə super iradəli olmuşam və s. yox. Sadəcə dedim ki, yəni, neynəməliyəm? Axır əvvəl başlamalıyım. Məsələn, karantin vaxtı başladım dostlarımı öyrətməyə. Gördüm, həqiqətən dostlarım 2-3 kurs dəyişib, sonra deyirdi ki, boşluqda da gəl bir yerdə məşğul olaq. Mən karantin vaxtı gördüm ki, mən ötürdüyümü mənə qəşəng qaytarır. Bir ay sonra hələ də unutmur. Deməli, məndə bu alınır. Belə-belə sonra özümə ingilis dilində səhifə açdım. Bir tələbə, 2 tələbə gördüm, alınır məndə. Sonra kurslardan müraciət gəldi. Gördüm ki, okey, kurslarla işləyə bilirəm və s. Yəni, belə-belə yavaş başlamasa bilə bilməzsiniz də qısacası. Eybi yox, bir-iki dəfə fail olsun, bir-iki dəfə narazılıq olsun. Amma 5 dəfədən sonra alınacaq. A1, A2 səviyyə dediyim kimi, mənim üçün kitab önəmli deyil axı. O kitabı tələbə ingilisində oxuyub başa düşməyəndən sonra o kitabı neyləyirik? Biz kitab açmırıq. Xeyr, mən çıxıram lövhədə izah eləyirəm. Maksimum kitab açıb mətn oxuyuruq. Məsələn, o mətni səsli oxumalıdır, mən tələffüzünü düzəltməliyəm. Sonra o mətn haqqında mənə danışmalıdır. Bu formada eləyirik. Amma oturum kitabla, saatlarla o tapşırıq işləyim, bu mətni oxuyum, bunu tərcümə edeyim, belə şeylər qətiyyən eləmirik. B1 müəllimə bitmiş zaman işlənir, danışdıq. Bəli, B1 tələbə mütləq, B1-də conditionallar bilinməlidir, məchul növ bilinməlidir, sonra nə var? Present perfect bilinməlidir, past perfect, ara bir düzgün yerində işlənməlidir, amma əsas present perfect işlətməlidir ən çox tələbə. Bir də davam edici. Sadə, ümumiyyətlə B1 bir tələbə sadədən danışmamalıdır, davam edici və perfect. B1 leveldə balaca uşaqlar, əlbəttə olar, niyə də yox, cəmaat A2 olanda ibtidai sinif götürür. B1 çox yaxşı bir səviyyədir, rahatlıqla 7-ci sinifə qədər falan keçmək olar. Əsas problem budur ki, lüğəti öyrənirik, amma imtahana görə. Məsələ də burasındadır. İmtahana nəyəsə görə yox, onu özümüz üçün istəməliyik. Çünki heyf deyildi, məsələn, biz universitetə hazırlaşanda qalın söz kitabları var idi. İndi onun içində nə qədərini heç birini xatırlamırıq demək olar. Çünki heç birini işlətmirdik, prosta əzbərləyirdik. Amma o sözləri dediyim kimi istədiyimiz formada öyrənsək, heç vaxt yadımızdan çıxmaz. Hekayələşdirmək, yazıb öyrənmək, deyim, sinonimlərini öyrənmək, deyim ki, mən necə maraqlıdırsa. Məktəbə qədər hazırlıq kursu B1. Ümumiyyətlə, istənilən müəllimənin özgüvənli şəkildə işləməyə başlaması üçün B1 bazası olsa yaxşıdır. Çünki A1, A2, A1 ümumiyyətlə mümkün deyil, amma A2-nin boşluqları çox olur. Hello. Öz səviyyəmizi dəqiq necə bilə bilərik? Listening, təbii ki, listening də önəmlidir. Hər hansısa bir native speaker videosu qoyub, onu neçə faiz anlamağınız sizin təxmini səviyyənizi belirləyər. Amma danışıq olaraq, məsələn, özünüzə 4-5 sual hazırlayın. Hər zamana aid olsun. Biri indiki zaman, biri keçmiş zaman, biri gələcək zaman, biri perfect bitmiş zamana aid olsun, məsələn. Və o 4 sualı özünüzə verib, baxın nə qədər danışırsınız. Birinci sualla, məsələn, 3 cümlə ilə cavab verdiniz, amma axırıncı suala ümumiyyətlə verəcək cavabınız yoxdursa, deməli, birinci sual A1 gedirsə, ikinci sual A2 gedirsə, deməli, sizdə B2-dədir boşluq. Və ya üçüncü suala qırıq-qırıq səhv-süh cavab verdiniz, anlamadınızsa üçüncü sualı tam, deməli, B1-də boşluq var. A1, A2 tamdır, B1-də boşluq varsa başlayırsınız B1-dən. Yəni, bu formada hər qrammatikaya uyğun suallar hazırlayıb, onu cavab vermə səviyyənizə özünüz baxa bilərsiniz. Yəni, öz performansını bəyəndim, ya yox. Şagirdlərə ən maraqlısı elə o qəşəng kartlardır. Rəng qiymətlər yazılsın, rəqəmlər yazılsın, formalar, rənglər. Balaca uşaqlar ən çox bunları sevir ki, o rəngi, məsələn, dostuna izah eləsin ki, bu rəng nə rəngdir? Səmanın rəngini, dəftərin rəngidir, paltarımın rəngidir. Bu formada istifadə eləsinlər. Fayl sadəcə dinləmək üçün istifadə edirəm. Graduate məzun olmaq deməkdir. Ona görə deyirəm ki, universitetdən məzun oldum. I graduated from university. Okay, başa düşdünüz? Nə qəşəng bir-birinə izah edirlər. Tələffüz problemi. Bəs bayaqdan nə danışıram burada? Shadowing tələffüzə ən çox təsir eləyəndir.
dinləmə mahnıdır, tələffüz üçündür. Gündə 5-6 saat nəsə qoyub qulaq asmaq tələffüzdür. Onlar hamısı zaten dinləmə ilə bərabər. Dinləməniz inkişaf edirsə, deməli o tələffüzü də anlayırsınız artıq. Sonra da onun üstünüzdə praktika eləmək təbii ki. O shadowing eləmək elə birbaşa tələffüzə təsir edir. Sonra danışıq dərsləri keçməyə hardan başlaya bilərik? Özünüzə cədvəllər quraraq ki, bir A1 tələbəni, məsələn, mən 10 dərs, mən 8 dərsdə A1 səviyyəni bitirirəm də, tutaq göz tələbələrimdən. O 8 dərsdə nələr keçməliyəm? 90 dəqiqənin 90 dəqiqəsi də bolluca olması üçün nə etməliyəm ki, sırf danışıq yönümlü olsun. Məsələn, 10 dəqiqə getdim mətn oxuyub o mətnin yadda qalanı danışmağa. 15 dəqiqə getdi bir videonu izləyib danışmağa. Digər atıramda 50 dəqiqəni nə etməliyəm? Digər 50 dəqiqəni isə sual-cavab eləməlisiniz. Sual-cavab oturun 8 dərslik, 10 dərslik mövzular tapın. O mövzulara aid sualları tapın. Bir 20-30 dənə. Başlayın o suallarla tələbəyə dərs keçməyə. Universitetdən məzun olurlar da. Universitetdə məzun oldum deyə demirik. Öz dilimizdə deyirik ki, universitetdən məzun oldum. Graduate məzun olmaqdır çünki. Bitirmək yox. Bitirmək finishdir. Universitet dövründə kiçik uşaqları mən sadəcə 2 ay keçmişəm. O da mən zaten bir kurs tərəfindən işə alınmışdım böyüklərə dərs keçmək yönümdə. Amma orada bir problem yaşandı. Bir müəllimə bütün uşaqları təhvil verərək çıxmaq məcburiyyətində qaldı və 20-dən çox balaca uşaq idi, hamısı da ibtidai sinif. Onları mənə məcbur verməli oldular ki, yəni siz götürsəz bu tələbələr qaçmaz və s. Və onda da anladım ki, ilk və son bir də heç vaxt balaca uşaq hazırlamaram çünki heç cürə səbrim çatmır, onların enerjisinə çata bilmirdim. Yəni mənimki ancaq böyüklərlə əylənərək keçməkdir, nəinki balaca uşaqların hiperaktivliyinə dözmək. Ona görə təbii ki, o tələbələri tam layiqincə, onlar nə vaxt çıxmaq istəsə, o vaxta qədər öyrətdim, amma ondan sonra dedim ki, bir də əsla. Listening üçün filmlərə necə baxmaq lazımdır? İngiliscə alt yazı ilə baxa bilərsən, amma dediyim kimi başqa dil qətiyyən olmaz. Öz dilində alt yazı ilə baxın, sürətini yavaşladın, baxın, dayandırın, o cümlənin mənasını anlayın, sonra davam edin, baxın. Fərqi yoxdur, rəyiniz necə istəsən. Headway kitabından istifadə edir. Dediyim kimi, istədiyiniz kitabı istifadə edin, danışırsınızmı? Tapşırıq nə qədər istəsəz işləyin. O tapşırıq sizdə danışığa fayda verir. Çünki danışmaq üçün gedirsinizdə, yəqin ki, o hazırlığa. Tapşırıq işləmək üçün gedirsinizsə, okey, hansı kitab istəsəz götürə bilərsiniz. 90 dəqiqənizin hər dəqiqəsini, bəli, yeni bir şey öyrəndirəm. Çox maraqlı motivasiya çıxış oldu. Çox sağ olun. Boğazım deyir ki, mən gedirəm. Mən əslində film həvəskarı deyiləm. Ona görə film məsləhət görə bilmirəm sizə. Mən serial daha çox sevirəm. Oturub seriallara baxıram. Çox serial bitirmişəm. Ona görə, məsələn, Inside Out, bilirsiniz də o Neşə, Səd falan belə. O maraqlıdır, dili şeydir. Belə multiklərdən Aladdin falan, nə bilim, o şeylər var idi. Maleficenta falan, belə yəni multiklərdən başlaya bilərsiniz. İlk öncə Kayu'dan və s. Hətta mən B1-də tələbələrə Kayu izlədirəm. Arthur, Maşa. Maşa da düzdür danışmır çox dəngisində. Amma uşaq vaxtı izlədiyimiz Toy Story, Boss Baby, bunlara baxa bilərsiniz. Writing-i necə inkişaf elətdirə bilərik? Writing sample-lara baxıb sonra eynisini təkrar yazmağa çalışmaqdır. Extra English, bəli, A1 səviyyədədir. Essay kitabını necə istifadə eləməklə inkişaf elətdirməkdən danışırsınız. Çox sağ olun. Friends çox vaxt... Yox ha, Friends, mən özüm belə B1 olanda Friends-i başa düşmürdüm. Friends konkret B2-dir. How I Met Your Mother və Friends, bu ikisi də B2-dir. Çünki orada beynəlxalq zarafatlar olur. Bir tələbə hələ ingilis dilinin başlarındaca necə beynəlxalq zarafatı anlaya bilər? Onlar gülür, tələbə anlamır, motivasiyadan düşür avtomatik. Bu bizim teacher. Mənim dərslərimi Zahra Teaches ingilis dili Instagram səhifəmdir. İzləyə bilərsiniz. Yazdılar bura tələbələrim. Çox sağ olun. Bu arada sizə son olaraq Friends A2 qətiyyən deyil. Yəni A2-dir. Okey, A2 səviyyəsi oturun, baxın, görün, başa düşürsünüz. Mən başa düşməyəsi, çünki mən başa düşmürdüm.
Sizə PDF-dan göstərmək istəyirəm. Həmin o dediyim müəllif olduğum kitabdır. Hansı ki, burada baxın o sinonimlər bayaq dedim, sözlər sinonimlərindən necə öyrənmək. Oradan nümunə göstərmək istəyirəm. Atıram tired, hamımızın bildiyi bir sözdür, düzdürmü? Exhausted də çox görə bilərsiniz, sleepy də görə bilərsiniz. Avtomatik görürsüz, burada neçə sinonim var? 2, 4, 6, 8, 10 sinonimi var tired'ın və burada üçünü təxmini bilirsiniz. Üçünü biləndən sonra beat, spent, done. Bunlar bizim gündəlik olaraq tez-tez gördüyümüz sözlərdir. İndi bunu belə deyək də özümüzdən formalaşdırırıq ki, okey, necə yada saxlayayım? Spend məsələn xərcləməkdir də. Yəni xərclədim, bitdim, tükəndim. I'm done. Məndən bu qədər, mən bitdim, I'm done. Və ya beat həm vurmaq deməkdir, həm zərbə deməkdir. Yəni mən zərbələndim, mən öldüm, mən bitdim. Mən yorğunam deməyin, görürsünüz necə abartılmış versiyasıdır. Bu formada siz zaten 3 dənəsini bilirdiniz və bu 3 dənəsində əlavə olaraq nəsə əlaqələndirib yadda saxladınız və voila, nə oldu? Tired sözünün siz artıq 6 sinonimini bilirsiniz. Tired'dan bir yerdə oldu 7. Okay? Yəni belə sinonimlərlə öyrənmək, bəlkə də indi burada spent, done sözü harda görsəz həmişəlik başa düşəcəksiniz. Eyni ilə də surprise, düzdür, stunned, shocked, nə bilim, astonished, flabbergasted. Məsələn, flabbergasted sözünü mən özüm B2 səviyyədə mətn oxuyanda götürmüşəm oradan. Bu formada yəni haralardansa götürərək, əlaqələndirərək sinonimlərini öyrənmək çox yaxşıdır. Sonra bir digər məsələ isə bu sinonimlər olan hissəsidir məsələn. Bu arada mən bugün aranızdan 3 nəfərə bu kitabı hədiyyə edəcəm və digər qoşulan şəxslərə isə indirim tətbiq edəcəm. Ona görə axıra qədər qulaq həm kitabı görmüş olarsınız, həm də hədiyyənin şərtini deyəcəm. Burada məsələn phrase'lər, for example demək əvəzi bunları işlədə bilərsiniz. Və ya atıramda. Yəni bu formada you're welcome görmək. Kinoda məsələn bunları çox görəcəksiniz. İstənilən kinoya baxın. My pleasure, not a big deal, never mind, you got it falan. Bunları çox görürük. American street vocabulary'də. Ona görə sinonimlərlə öyrənmək, baxın buna deyirəm. Məsələn, mən bunları hardan yazmışam? Kinolardan, oradan buradan gördüyüm xarici bloglardan və s. ki, bunu bu yerinə işlətmək olar, okey, qoy götürüm qeyd edeyim. Və belə mən artıq götürüb qeyd edə artıq bu dəqiqə hamısı mənim yadımdadır. Ona görə yaza bilmişəm bura rahat məsələn, okey. Sonra başqa nə göstərmək istəyirəm sizə? Bu nə idi? Bu American British sözlərin fərqləridir. Apartment Amerikanlar deyir, flat Britanlar deyir falan. Giving direction. Baxın, özünüzə bir speaking günü ayırıb bir turistə yolbaşı salmaq izah edə bilərsiniz. Qəşəng sözlər götürürsünüz turistə yolbaşı salmaqla bağlı. Sonra nə bilim elmlərdən neftçilərə başlayın o turistə o yolbaşı salmaq ki, neynəsin? Döyüş get, sola dön, sağa dön, bunun arasından bura keç, onu elə, bunu elə. Həmçinin burada baxın, bayaqdan düzdür danışıram bunu. Məsələn, sözləri öyrənmək üçün sinonimlərini öyrənmək, təkrarlama metodu və s. Bu PDF-anı siz əldə edərək bu bütün bacarıqlar üzrə bu cür taktikalar əldə edə bilərsiniz mən tərəfdən ki, sözləri belə öyrənmək, sonra burada YouTube kanalları, kitab adları, film adları, seriallar və s. özü janrlarına görə hər birini yazmışam. Videolara necə baxsaq fayda əldə edərik və s. bunları yazmışam. TV şovlar və s. Sonra aşağıda dediyim kimi tips for reading, tips for writing, tips for pronunciation. Engeller. Birkaç saniye için yukarı çeker ve tüm vücudunu səsləri bağlayın. Bağlandı. Şu bağlandı. Dediyim kimi bu formada bu kitabı əldə edək. Hətta silent letters da var ki, hansı hərf necə tələffüz olunur biz danışarkən. Həmçində digər bacarıqlar üçün də nümunələr. Ən əsası isə burada motivasiya hissəsi var. Burada mən özüm haqqında özüm necə öyrənmişəm daha detallı yazmışam və motivasiya hissəsində isə bayaqdan danışdıqlarımın 2-3 qatı belə deyək, motivasiya var burada sizə ki, özünüzə məqsəd qoyaraq necə konkret şəkildə, real şəkildə ingilis dilini öyrənə bilərsiniz. Okay? İndi sizə bu PDF-anı vermək şərtini açıqlamaq istəyirəm. Açığı ağlımda belə super bir ideya yoxdur ki, bunu sizə necə hədiyyə edə bilərəm. Bayılıram hədiyyə. Bəli, sona qədər dinləyin. Kitabın PDF-ini sadəcə qalib olarsa qalibə göndərəcəm. Çünki kitab ödənişlidir normalda, amma sona qədər qalanlara 50% endirim eləyəcəm, əgər qalib olmasaz. Nə təklif edirsiniz? Mən sizə aktiv sual verənlərə
Nə təklif edirsiniz? Bu kitabı sizə necə hədiyyə edə bilərəm? Necə bir yarış keçirdək burada indi? Neçə nəfər? Çünki 60 nəfərik. Oyun oynatsam gərək səhərə qədər burada oturaq. Düşündüm görüm necə bir sual versəm. Düşünürəm. Siz də ağlınıza nəsə gəlsə yazın. Sözlərin sinonimlərini. Onu indi tez bazar gedib ChatGPT-yə yazıb istəyib gətirə bilərlər də mənə. Mən istəyirəm ki, həqiqətən o şey olan qazansın. Düşünüm. Məntiqi sual. Gəlin belə eləyək də. Çətin bir cümlə deyim. Onu ən düzgün formada tərcümə eləyən qalib olsun. Məsələn, tutaq ki. Görüm necə bir cümlə deyə bilərəm sizə gözləyim. Bir B2 səviyyədə birinci olacaq. Süni intellekt olmadı, bəli. ChatGPT-yə falan yazmadan, okey? Buradan, çıxmayayım buradan. İndi deyəcəm cümləni, qoy düşünüm. Mən sənin yerində olsaydım, sabah dağda velosiped sürməzdim. Mən deyə bilərəm. Yazırıq. Simara. Ən düz hələ ki cavab. Elə ilk sayaqda onda ilk düzgün cavab Simara'dan gəldi. Simara'nı screenshot edirik. İlk qalibimiz odur. Bir dəqiqə. Screenshot elədim. İkinci cümlə gəlir. Birinci qalibimizi tapdıq. Üçüncünü də başqa formada seçərəm. İkinci cümləmiz. Baxmayaraq ki, mən proyekti, yəni işimi bu axşam bitirməyi planlamışdım. Gözlənilməz problemlər gəldi, oldu, baş verdi. Baxmayaraq ki, mən proyekti bu axşam bitirməyi planlamışdım. Gözlənilməz problemlər baş verdi. Aha, gözlənilməz problemlər baş verdi. Elə Azər Abdullayev ən birinci yazın. To finish unexpected prompts aroused. Qəşəng. Okey, ikinci qalibimiz Azər Abdullayev olsun. Bunu da screenshot edeyim. Üçüncü siz kimi seçək? Nə deyək? Çox şeyəm bu dəqiqə. İngilis dili öyrənməklə bağlı ən qəşəng məqsədi, həqiqətən içdən hiss eləsəm o mesajı ki, içdən öyrənmək istəyir bu insan, həmin insana hədiyyə eləyəcəm. İngilis dilini niyə öyrənmək istəyirsiniz? Niyə bu qədər çox istəyirsiniz? Niyə alınmır? Öyrənsəz necə olacaq? PDF-in sizə necə bir faydası toxunacaq? Bu barədə yazın. Ən içdən kommenti seçib qalib seçəcəm. Niyə ingilisine ihtiyacınız var? Niyə PDF-ana ihtiyacınız var? Okay.
Duygulanıram hamısını yazdıqca yapmayın. Hamıya abart. Okey, mən seçdim. Ən duygusal, ən belə damarıma toxunan Məleykə xanım səhv eləmirəmsə onun yazdığı oldu. Çünki hər səfərində müsahibələrdə seçilməmək və s. bu tamamilə mənim tələbə vaxtımı mənə xatırlatdı ki, həmişə uğursuz olduğuma inanırdım, amma dirənmişdim ki, yox, məndə alınacaq, özümü qaldırdım. Amma düşünürəm ki, bəzi insanların tam motivasiyası olmur özünü qaldırmaq üçün. Ona görə mən onlara bir kömək olmaq istədim. Məleykə xanıma da ödənişsiz PDF-anı hədiyyə edirik. Buradan screenshot edeyim. Niyə screenshot edirəm sizi? Mənə Instagramda yazın, dəqiqləşdirək siz olduğunuzu və qalibi seçək. Amma təbii ki, digərləri də üzülməsin. Çünki niyə? Çox rahatdır PDF-anı sizin üçün əldə eləmək. Normalda PDF-anın ödənişi 35 AZN-dir. Amma heç vaxt eləmədiyim bir endirimi buradakı 60 nəfərə eləyirəm ki, PDF-an 2 gün ərzində alarsanız 25 iyuna qədər 15 AZN olacaq. Yazan hər kəsə, istənilən hər kəsə. Sadəcə, bəli, Azər bəy, siz ikinci qalibsiz. Siz ödənişsiz əldə eləmişsiniz artıq. Sadəcə 15 AZN-dir. Bəli, bu gördüyünüz 60 səhifəlik sinonimlərlə, taktikalarla dolu kitabı 15 AZN əldə edə bilərsiniz. Mənə sadəcə webinardan gəldim, PDF-anı istəyirəm yazmaqla, yəni PDF-anı endirimli istəyirəm və s. Instagramda yazmaqla əldə edə biləcəksiniz bu PDF-i. İstəsəniz çıxardın və s. Azər bəy, yenə siz də mənə Instagramda yazın. Mən Instagramı burada bir daha yazıram. Budur mənim Instagramım. Yazın Instagramda ki, endirim istəyirəm və ya ödənişsiz əldə etmişəm. Zaten orada artıq sizin adlarınızı bilirəm buradan. Ona görə ödənişsizlərə ödənişsiz atacağım. Digər şəxslərə isə dediyim kimi sadəcə 2 gün ərzində 15 AZN ödəyərək həmişəlik, ömürlük o kitabı özünüzə ala bilərsiniz. İngilis dilindən başlamanız üçün super bir addım atmış olarsınız. Ümid eləyirəm ki, sertifikatı həmin kursla danışırsınız. Sizi bura yönləndirən bu webinarı təşkil edənlərlə sertifikatı verən mən deyiləm, yəni qısacası. Çox təşəkkür edirəm qoşulduğunuz üçün. Ümid edirəm ki, maksimum dərəcədə faydalı ola bildim. Maksimum dərəcədə sizə bir şeylər ötürə bildim. Və bundan sonraki ingilis dili öyrənmə yolunuzda da sizə bolca uğurlar. İnanıram ki, həm PDF-anla, istənilən PDF-ansız buradakı məsləhətləri tətbiq edərək siz çox yaxşı ingilis dili öyrənə bilərsiniz. Əsas məsələ özümüzə inanırıq, sevdiyimiz şeyləri edirik və dayanmadan. Keep going, okay? Çox təşəkkürlər. Gecəniz xeyrə. Təşəkkür edirik sizə iştirakınıza görə. Həqiqətən başından sonuna qədər dinlədim. Çox maraqlıydı. Eyni zamanda əziz iştirakçılar, bununla da zamanın tələbi ingilis dili adlı seminarımızın sonuna gəlib çatdıq. İlk növbədə bugün bizimlə birlikdə olan, dəyərli biliklərini bizimlə bölüşən təlimçimiz Zəhra Mikayılovaya xüsusi təşəkkürümüzü bildiririk. Onun paylaşdığı fikirlər və təcrübələrə inanıram ki, hər birimizin yaddaşında qalacaq və gələcəkdə bizə ilham mənbəyi olacaq. Həmçinin təşəkkür edirəm sizə çox aktiv şəkildə iştirak edəcəyiniz. Zəhmət olmasa səsləri bağlayardıq. Sizin iştirakınız və diqqətiniz bu seminarı daha faydalı və mənalı etdi. Bu seminar Dinamik Health Center MMC tərəfindən təşkil olundu və məqsədimiz sizə təkcə bilik vermək yox, həmçinin inkişaf yolunuzda addım atmağa təşviq etmək idi. Ümid edirik ki, bu tədbir sizin üçün faydalı, eyni zamanda motivasiya edici oldu. Qeyd edim ki, seminarda iştirak edən, aktivlik göstərən iştirakçılara rəsmi sertifikatımız da təqdim olunacaq. Əlavə məlumat üçün sadəcə əlaqə saxlamanız kifayətdir. Əlaqə nömrəsi də qeyd edəcəm aşağıda. Yenidən görüşmək ümidi ilə hər birinizə uğurlar və davamlı inkişaf arzulayıram. Sağ olun, var olun. Bu qədər idi. Əlaqə nömrəsini qeyd edeyim. Bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sertifikat istəyənlər.